Dünyanın 15 ən qəribə və qandondurucu ölümü. 15. Jennifer Lee Strange. Gəlin izah edeyim. 28 yaşında absurd şəkildə vəfat edən qız. Bu yetimçə Kaliforniyada yarışmada ən çox su içərək bütün rəqiblərini geridə qoymaq və Wii oyun konsolunu qazanmaq üçün çalışırdı. Təxminən 7-8 litr su içən və hamilə qarnı kimi şişən Jennifer baş ağrısı və mədə şişməsi narahatlığını yarışmada bildirib. Bu fağır qız hələ üstəlik yarışmadan çıxıb işə getməyə yollanıb. Amma təəssüf ki, bu qız 12 yanvar 2007-ci ildə bir neçə saat sonra öz evində nəş tapılıb. Allah rəhmət eləsin. Coroner, yəni məhkəmə tibbi ekspertizanın ilkin hesabatına görə bu yazıq Jennifer bacımızın ölüm səbəbi su intoksikasiyası, yəni hiponatremiyadan həyatını itirib. Adını belə deyə bilmədiyim ölüm səbəbi. Ailəsi qızın çıxış etdiyi KDND FM-i wrongful death, yanlış ölüm iddiası qaldırıb. Və 2009-da məhkəmədən verilən qərara əsasən həmin yarışma qızın ailəsinə 16.5 milyon dollar təzminat ödəməsini bildirib. Əslində bu ölüm qan dondurucu olmasa belə, mənim fikrim əsasən absurd olduğu üçün qəribə ölüm kimi adlandıra bilərəm. Ay rəhmətliyin qızı Jennifer, ay rəhmətlik, sən kim dedi ki, get su iç, nəyə görə bir dənə konsolu almaq üçün 7-8 litr su iç, sonra da sonun belə olsun. Bu hadisəyə bəs sizin fikriniz nə və necə olardı?